Gördünüz ki, oradakı təşkilatı dəstək olanlar, bizə dəstək olanlar aid. Hakimləri, ring hakimi Mehdiyev Sevindi. Siz elan etdiyiniz kimi Mehdiyev Sevindik beynəlxalq dərəcəli hakimdir. Bir çox yarışlarda hakimlik etmişdir, yəni təcrübəsi olan bir hakimdir. Ona görə də biz birinci döyüşü elə Sevindik Mehdiyevə həvalə etdik. Yəni onun təcrübəsinə irəli gəlir bu. 5 raunddan ibarət idi döyüş, onu xatırladım. Qaydalara gəldikdə, yəni kim tərtib etmişdi qaydaları? Qaydalar D8 ümumiyyətlə yarışların qaydalarını mən tərtib etmişəm və bir şey də qeyd edeyim ki, ümumiyyətlə dünyada peşəkar təşkilatların döyüş qaydaları bir-birindən bir o qədər də fərqlənmirlər. Yəni hər bir döyüş sistemi, döyüş təşkilatı özünə məxsus bir dəyişiklik edir və bu qaydalarla da yarışlarını keçirir. Bu cürdə biz qaydaları tərtib etdik. Və başladıq birinci raundumuza, hörmətli tamaşaçılar. Artıq görürsünüz ki, Qızıl Oğlan və tank ləqəbli döyüşçü birinci raunda başladılar. Eşən mənim, ümumiyyətlə birinci raundda və yaxud sonuncu raundda 5 raunddan ibarətdir. Həyəcanlı olmaq nə qədər vacibdir döyüşdə? Yəni həyəcan döyüşlərə bilər döyüşdə. Səviyyəsindən yarışın səviyyəsindən Osmanlı hər bir idmançı bu həyəcan keçir. Yəni güclü idmançı o idmançıdır ki, bu həyəcanı qalib gəlsin və döyüşdə özün çox sakitsin, soyuqqanlı olsun. Burada da gördüyünüz kimi hər iki idmançı döyüşə normal başlayıb, öz həyəcanlarına qalib gəlirlər, birini ödəyərlər. Amma burada Nahid Əsədov bir qədər cavandır, yəni 88-ci ildəndir. 18 təvəllüd, 18 yaşı var, 88 təvəllüd. Xəlil Əhmədov isə 83 təvəllüdüdür, bir qədər tədbirlər stəfətdir. Və hal-hazırda Nahidin siz zərbələrini görürsünüz. Nahid deyərdim ki, əsl döyüş nümayiş etdirdi. Baxmayaraq ki, birinci döyüşü idi Nahiddə. Biz yəni Azərbaycan qeyd elədik, 8 qaydalarına görə bizdə döyüşçülər əldən, ayaqlardan, bir də diz zərbələrindən, həmçinin əldə fırlana var, bek-bek zərbəsindən istifadə edirlər. Əsl peşəkar döyüş. Qaydalar haqqında məlumat verim ki, tamaşaçılara da məlum olsun, yarış qaydalar haqqında. Bayaq dedik, hansı zərbələrə vurmağa icazə var, hansılara yoxdur. Amma ümumiyyətlə peşəkar yarışların, həvəskar yarışlardan bir fərqi var. Bu fərq ondan ibarətdir ki, həvəskar yarışlarda ümumiyyətlə əl-ayaq zərbələrinin vurulan, ümumiyyətlə tətbiq olunan zərbələrin hamısı sayılır. Yəni, bunlar hamısı hakimlər tərəfindən qeyd olunur. Hətta onlar bloklara dəyişirlərdir. Amma peşəkar yarışlarda icazə verən nahiyələrə dəqiq dəyən zərbələr hakimlər tərəfindən qeyd olunur. Yəni, peşəkar idmançı ola bilsin ki, raundun böyük bir hissəsini döyüşməyə bilər, o yığılaraq blok qoya bilər zərbələrə qarşı. Amma o birisiz idmançı ona çoxlu sayda zərbə vurar. Lakin bu zərbələrin hamısı bloka dəyərsə, olan heç biri sayılmır. Və əks idmançı, müdafiə olunan idmançı əgər açılaraq dəqiq zərbə vurursa, bu zərbə hakimlər tərəfindən qeyd olunur. Ona görə də kənardan bəzən elə görsənir ki, bir idmançı daha çox iştəhli, daha çox hərəkətli zərbə atır. Amma digər idmançı isə az zərbə vurur, ancaq hədəfə dəyən zərbə vurur. Təbii ki, hakimlər bu idmançıya üstünlük verir. Məsəl üçün bizim bu döyüşdə ümumiyyətlə tutmaq olmaq, saxlamaq olar. Yəni tutmaqla saxlamağın başqa fərqləri var. Tutub vurmaq olmaz, saxlayıb vurmaq olar. Həmçinin də bədənin rəqibi zərbə atanda onu saxlayır. Bəli, saxlayıb vurmaq olar. Həmçinin də bədənin hissəsini tutub, saxlayıb 3 saniyə ərzində dizlə zərbə vurmaq olar. Orada tutmaq deyəndə tutub dizlə vurmaq olar. Tutub dizlə vurmaq olar. Bax, gördüyünüz necə deyim, badalaq atmaq olar. O bütün döyüşlərdə olduğu kimi bizim D8 yarışların qaydalasında da icazə var badalaq zərbəsinə. O xalq hesabı sayılır? Bəli, ümumiyyətlə hakimlər tərəfindən qeyd olunur. Necə, yəni bu yaxın döyüşdən əsas badalaq atırlar, yəni tutub eləməklə yox. Əsas sayılır, yəni tutmadan badalaq götürülür. Bu əsas şərt budur. Ümumiyyətlə, bu döyüşü şərh edərkən onu qeyd etmək lazımdır ki, idmançılar çox yüksək ritmə başlayırlar. Yəni, döyüş ritmi yüksəkdir. Adətən
bizdə 5 raunddur və idmançılar bir qədər öz güclərini bölməlidirlər. Raundlar arasında bölməlidirlər ki, axırıncı raunda qədər onların gücləri qalsın döyüşmək üçün. Ancaq ikinci raundda idmançılar bir qədər sürətli tempdə döyüşürlər. Yəni bu döyüşdə sürət görən daha cavan idmançımızdır, daha qəsədirdir. Çalışmanın fiziki hazırlığına ayıqlanır ki, yəni döyüş artıq başlayandan sonra o həyəcan demək olar ki, heç birində bunların hiss olunmur idmançıların. Yəni əsl idmançı odur ki, döyüşə qədər istənilən idmançıda həyəcan olur. Ancaq döyüş başlayanda o həyəcan itməlidir. Əgər o itmirsə, artıq bəli, döyüş haqqında fikirləşməlidir. Bax, burada sizcə, bax, indi görürsünüz zərbələrdən də hansına siz daha yüksək qiymətləndirirsiniz? Bilirsiniz, burada qarşılıqlı zərbələr vururlar bir-birlərinə qarşı idmançılar. Və hər iki idmançının bloka dəyən zərbələri də var və icazə verilən layihələri, yəni xal hesab olunan zərbələri də var. Ona görə də idmançıların bu döyüşdə mən yadımda qalıb ki, deyəsəm, bərabər olmalıdır. Yəni hakimlər tərəfindən. Həqiqətən də belədir, ancaq bir qədər fikir verirsinizə, Nahidin zərbələri dəqiq hədəfə dəyir. Tank da, yəni Xəyal da təcrübəli idmançıdır. O, müxtəlif döyüşlər üzrə ringlərdə iştirak edib döyüşü, təcrübəsi var. Ancaq ola bilsin ki, idmançının bu yarışa necə hazırlaşmağından da asılıdır, yəni bu döyüşü necə keçirməsi. Aydınlar Xanım, deməli, hörmətli tamaşaçılar, fevral ayın 1-dən onların gündəliyi gecə saat 1-ə işləmiş 15 dəqiqədən yayınlanır və onların döyüşləri, onların məşqlərini ümumiyyətlə siz izlədiniz və onlara səs göndərdiniz və həmin 8 nəfəri siz müəyyənlədiniz. Gördüyünüz kimi 8 nəfər sizin qarşınızda döyüşürlər. Bütün bu layihənin başa ərsəyə gəlməsində bizim baş sponsorumuz Menesbistik şirkətinə minnətdarlığımızı bildirəlim. Deyərdim ki, 24 saat 7 gün bütün döyüşlərimizi müdafiəsini təmin edir. Keşikar döyüş reality showsuna tamaşa etməyə dəvət edir. Menesbistik hər gün və hər yarışda onların müdafiəsini təmin edir. Döyüşlər Planet restoranında keçirildi. Fürsətdən istifadə edib restoran rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür edirəm. Birinci döyüşdən sonra ən qədim zamanlarda bizim günlərədək onu deyərdim ki, bax, kişilərimiz birinci yarışındalar. Yəni birinci döyüşdən, ilk belə bir döyüşdən, belə bir ringdən kişilərimiz bu vaxta qədər birinci yarışlarında Menesbistik'in hal-hazırda bu döyüşlərimizə birinciliyi əldə etmək üçün belə bir şəraiti yaradıb. Və Olimpik Star, sponsorumuz Olimpik Star'ın rəhbərliyinə minnətdarlıq bildiririk ki, onlar döyüşlərimizin bütün məşqlərini və istirahətini təşkil etdiklərinə görə Olimpik Star idmanın və bir hakim, səhv etmirəmsə 2 hakim bərabər vermişdi bu döyüşün nəticəsini, raundun nəticəsini. Hakimlərdən biri isə Qızıl Oğlana üstünlüyü vermişdi. Həqiqətən də aktivliyi var Qızıl Oğlanın və zərbələri də bir qədər dəqiqdir, bəli. Dördüncü raundda artıq idmançılar sonluq, belə deyək, verməyə çalışırlar. Çünki adətən sonuncu raundlarda verirlər, ancaq indidən dördüncü raundda idmançılar yenə də eyni ritmdə, eyni tempdə döyüşürlər. Və yorğunluq hansı döyüşdə yorğunluq? Mənə gəlir ki, bir qədər xəyal yorulub. Bəli, tankda gəlib döyüşdə bir qədər yorulub. Ancaq buna baxmayaraq fikir verirsiniz, o da gizlə zərbələr işlədir və eyni zamanda əks hücumda çalışır, döyüşür. Və ümumiyyətlə bu döyüşlərdə, peşəkar döyüşlərdə bizim bu 8 idmançı əsl özlərinin məxsus, döyüşçüyə məxsus xüsusiyyət, xarakter nümayiş etdirirlər. Yəni, bütün idmançılar axıra qədər, 5 raundun axırına qədər döyüşdülər və bizdə bir şey də qeyd edim ki, 5 raund məhz 1-8 yarışlarının qaydalarına uyğun olaraq 5 raunddan ibarətdir və bütün peşəkar təşkilatların döyüşlərində 3 raund olduğu halda əlavə bir ekstra round da bərabər olduğu halda döyüşün nəticəsi ekstra round verirlər. Ancaq bizdə ekstra round vermək şansı yoxdur. Yəni bizim qaydalara əsasən ekstra round verilmir və döyüşün nəticəsinə görə qalib elan olunmalıdır. Azərbaycan, bu bax döyüşçü siz dediniz ki, görürsünüz ki, biraz yorğunluq, ancaq müqavimət göstərir. Sizcə o döyüşçü zəifdirsə və yaxud yorğundursa, üstünlüyü qorumaq üçün nə etməlidir və yaxud üstünlüyü əl almaq üçün? Bilirsiniz, mən əvvəldə dedim ki, hər bir idmançı öz gücünü bilir
və o öz səviyyəsinə uyğun olaraq, fiziki səviyyəsinə uyğun olaraq döyüşü qurmağı bacarmalıdır. Məsəl üçün, qurduğu döyüşdən kənara çıxdı, alınmadı, biraz zəifləri və... Alınmadısa artıq onun rəqibinin bu şansıdır ki, həmin idmançı ilə döyüş alınmadı, yəni döyüşü quranmadı. Və bu idmançı, əgər rəqib onun daha təcrübəlidirsə, bundan istifadə edə bilirsə, o həmin idmançının çox çətin olacaq. Nəysə... Sonuncu round. Nahid Əsədovun fiziki hazırlığında fərqli hissədir. Yəni görürsünüz, Nahid Əsədov həm döyüşü özü başlayır, həm də özü tutarır. Belə idmançı birindədirsə, həm hücumu başlayır, həm də müdafiə ilə döyüşü sona çatdırır. Turnirin rəsmi kronometrik kaşif saatlarıdır, nəzərdə çatdırın. Biyoritma, dopingdən siyasına daxil olmayan biyoritma hər zaman idmançılarla birlikdədir. İdmançıların daha güclü olmasında biyoritmanın daha effektiv üstünlüğü var. Buyur. Gördük ki, döyüş 5-ci round, yəni idmançıların burada fiziki hazırlığı əsaslı oynayacaq. Bu Nahid Əsədov da burada Xəyal Əhmədova düz o qədər fiziki hazırlığına bir üstün gəlməyə çalışır. Bax, burada nə zərbə saldı, nə zərbə saldı? Təsadüfi zərbə idi, yəni o bilərəkdən olmadı deyə hakim onu heç bir xəbərdarlıq eləmədi. Təsadüfi zərbə idi, bu zərbələr çox olur, yəni qadağa olmuş layihələri dəyən zərbələr təsadüfi olan bir şeydir. Siz fikir verirsiniz, mən dediyim kimi xəyal baxmayaraq yorulub, ancaq hücuma keçirir, eyni zamanda zərbə vurur. Yəni bu da bir idmançı xüsusiyyətidir, əsl idmançı xüsusiyyətidir. Bax, yeri gəlmişkən, hücumda olarkən xol verilir ona. Yəni hücumdadır bu döyüşü hər zaman. Bax, mən sizinlə razıyam. Yox, bilirsiniz, yarış qaydalarına əsasən, ümumiyyətlə idmançının sonuncu raunda qədər özünün fiziki hazırlığının necə qalması əsas şərtlərdən biridir. Yəni, bərabər olduqda döyüş səviyyəsi, bunun fiziki səviyyəsinin necə olması nəzərə alınır. Ancaq həvəskar yarışlarda yaxşı müdafiə olunan idmançıya üstünlük verilir. Peşəkar yarışlarda ise bu belə deyil. Yəni, hücumda olan, ümumiyyətlə aktiv olan, amma aktiv olmaq o demək deyil ki, yəni sadəcə üzərinə getmək lazımdır. Bəli, dəqiq zərbə vurmaq lazımdır. Yəni, gördüyünüz kimi, şurada Xəyal Əhmədov düzdür, rəqibi ustalamaq istəyən və zərbəsiz vurmuşsunuz. Zərbələrində yəni bir qədər kəsər aldı. Nəzarət olunmayan daha doğrusu zərbələr var. Amma Nahid bir qədər Nahidin fiziki hazırlığında üstünlük istiyoruz və bu da sonuncu roundda. Bir neçə dəqiqədən sonra məhz nəticələr elan olacaq. Hal-hazırda görürsünüz. Dikkat! Bugünün, bu döyüşün, ilk heyecanlı döyüşün Qızıl Oğlan və Tank ləqəbli döyüşçülərin, rəqiblərin döyüşlərindən son qalib bu dəstəklediği döyüşümüzü Qızıl Oğlan birinci döyüşün galibi olacaq Canavar və Qızıl Oğlan ləqəbli döyüş arasında.